Salam əziz yoldaşlar. Texnologiyadan 5-ci sinifdə 1-ci, 2-ci və 3-cü mövzuları əhatə edən 10 suallıq sınaq hazırlamışam. Gəlin həmin suallarla ətraflı tanış olaq. Birinci sualda qeyd olunur ki, pəstahla detalın fərqi nədir? Biz qeyd etmişdik ki, əgər bunların fərqi bizdən istənilirsə, pəstahla detalı fərqləndirən əsas cəhət ölçüsüdür. Yəni, ölçülərinə görə fərqlənirlər. Eyni zamanda pəstahın ölçüsü detalın ölçüsündən böyükdür. Və biz burada hər ikisini götürürük. Hər ikisi də Y variantındadır. Yəni, birinci sualda doğru variant Y variantıdır. İkinci sual. Pəstahın emalı və məmulata çevrilməsi üzrə əməliyyatların ardıcıllığı harda qeyd olunur? Demək, bu sual bəzən çaşdırıcı ola bilir. Çünki bəzən testi işlədiyimiz müddətdə ya texnoloji xəritə ya da marşrut xəritəsini götürmək istəyirik və bu məqamda bizdə fikir ayrılığı yarana bilir. Əgər cümlədə icra ardıcıllıq sözü varsa, bu olur marşrut xəritəsi. Yox, əməliyyatların ardıcıllığı təfərrüatı ilə soruşulursa, bu olur texnoloji xəritə. Bu sualda isə hər ikisi götürülür. Yəni, ikinci sualda doğru cavab C variantıdır. Üçüncü sual. Tərəflər arasında nisbət nəzərə alınmaqla əl ilə yerinə yetirilir. Biz qeyd etmişdik ki, eskizlə texniki təsviri fərqləndirmək üçün biz baxaraq tərəflər sözünə. Əgər cümlədə tərəflər sözü varsa, bu olur texniki təsvir. Doğru variant B variantıdır. Dördüncü sual. Çertyojda soldan görünüş harda yerləşir? Aha. Soldan görünüş əsas görünüşdən solda da qeyd oluna bilir və bəzən səhv götürülür bu cavab. Amma bizdə doğru variant olur B variantı. Çünki çertyojda soldan görünüş əsas görünüşdən sağda yerləşir. Beşinci sual. Spesifikasiya çertyojun, eskizin, texniki təsvirin hansı hissəsində yerləşir? A variantında sol aşağı küncündə, B variantı üstündə, C variantı isə sağ aşağı küncündə qeyd olunur. Demək, burada düzgün cavab C variantıdır. Çünki spesifikasiya çertyojun, eskizin, texniki təsvirin sağ aşağı küncündə verilir. 6-cı sual. Ülgü ilə nişanlama ardıcıllığı hansı variantda doğru qeyd olunub? Aha. Bu əsasən şəkilli testdir, yəni şəkil formasında düşür. Mən qeyd etmişdim ki, bu ardıcıllığı yadda saxlamaq lazımdır. İlk öncə nə gəlirdi? İlk öncə gəlirdi ülgü, sonra gəlirdi pəstah, sonra gəlirdi karandaş. Doğru cavab C variantı. 7-ci sual. Bucaqlar nişanlanır və ölçülür. Aha. Demək, cümlədə müxtəlif sözü var idisə, yəni müxtəlif bucaqlar nişanlanır və ölçülür. Bu olurdu xarrak künyəsi. Yox, sadəcə bucaqlar nişanlanır və ölçülürdüsə, bu olur transporter. Düzgün cavab A variantıdır. Bucaqlıqda isə sadəcə düz bucaqlar yoxlanılır, ölçülür və çəkilirdi. 8-ci sual. Hansı ölçü alətləri ilə həm ölçmə, həm də nişanlama aparılır? Nəyi qeyd etmişdik? Qeyd etmişdik ki, bu cür suallarda soruşulur ki, hansı ölçü aləti həm ölçür, həm nişanlayır, hansı ölçü aləti sadəcə ölçür. Burada düzgün variant hansıdır? Demək, xarrat künyəsi ilə həm ölçmə aparılır, həm nişanlama aparılır. Metal ölçmə lenti ilə, bölgüləri olan xətkeşlə və transporterlə həm ölçmə, həm də nişanlama aparılır. Bu suala da cavab olur C variantı. 8-ci sualda düzgün cavab C variantıdır. 9-cu sual. Biri xarrat künyəsinin hissəsinə aid deyil. Demək, 3-ə aiddir, 1-ə aid deyil. A. Qəlib, B. Xətkeş, Y-də sıxıcı vent. Tirciklər isə xarrat künyəsinin hissəsi deyil. Çünki tirciklər reismusun hissələrinə aiddir. Reismus özü də 5 hissədən ibarət idi. Sonuncu, 10-cu sualımız. Kontur xətləri çəkilir və nöqtələrin qeyd olunması aparılır.
Aha, bu yəni bu formada bir hissə olmadığı üçün texnologiya kitabında sadəcə tərifin içərisidir. Bu nişanlamaya aiddir. Nişanlamanın tərifində nə deyirdi? Pəstanın üzərində emal sərhədlərini və yerini göstərən kontur xəttlərinin çəkilməsi və nöqtələrin qeyd olunması prosesinə nişanlama deyilir. 10-cu sualda düzgün cavab B variantıdır. Çünki bu tipli sual işləmişəm bir neçə il əvvəl və ona əsasən bu tip sual tərtib etdim. Belə əziz yoldaşlar, testimizin sonuna çatdım. Əgər bu tipli və yaxud da daha çətin tipli testlər işləmək istəyirsinizsə və mənim tərəfimdən paylaşılmasını istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Çox sağ olun.